بل ملة إبراهيم حنيفا وما كان من المشركين. Səhih Buxari müxtəsəri 2-ci hissə. İman kitabı. Peyğəmbər sallallahu aleyhi və səlləmin İslam 5 əsas üzərində qurulmuşdur sözü. İbn Ömər radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İslam 5 əsas üzərində qurulmuşdur. Allahdan başqa ibadətə haqqı olan məbud olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc eləmək və Ramazan orucunu tutmaq. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: İman 60 və bir neçə şöbədən ibarətdir. Həya da imanın şöbələrindəndir. Abdullah ibn Amr radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: Müsəlman o kəsdir ki, onun dilindən və əlindən başqa müsəlmanlara zərər dəyməsin. Mühacir də o kəsdir ki, Allahın qadağan etdiyi şeyləri tərk edə. Əbu Musa radiyallahu anhu nəql edir ki, sahabələr soruşdu: Ey Allahın elçisi, hansı müsəlman daha fəzilətli sayılır? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, dilindən və əlindən müsəlmanlara zərər dəyməyən müsəlman. Abdullah ibn Amr radiyallahu anhu nəql edir ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu: İslam xislətlərindən ən xeyirlisi hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Sənin yemək yedirtməyin, tanıdığına və tanımadığına salam verməyin. Ənəs radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Biriniz özü üçün istədiyini müsəlman qardaşı üçün istəmədikcə tam şəkildə iman etmiş olmaz. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: Canım əlində olan Allaha and olsun ki, sizdən biriniz məni valideynindən və övladından çox istəməyincə iman gətirmiş olmaz. Ənəs radiyallahu anhu bu hədisi eyni ilə rəvayət edib, axırda və bütün insanlardan sözünü də əlavə etmişdir. Ənəs radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: Kimdə bu üç şey olsa, imanın şirinliyini dadmış olar. Allahı və onun elçisini başqalarından daha çox sevmək, adamı yalnız Allah üçün sevmək, cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq. Ənəs radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Kamil imanın əlaməti ənsarı sevməkdir. Münafiqliyin əlaməti isə ənsara nifrət etməkdir. Ubadə ibn Samit radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ətrafında səhabələrindən bir dəstə olarkən dedi: Mənə beyət edin ki, Allaha şərik qoşmayacaqsınız, oğurluq etməyəcəksiniz, zina eləməyəcəksiniz, uşaqlarınızı öldürməyəcəksiniz, yalan uydurub kimsəyə iftira atmayacaqsınız, şəriətin buyurduğundan boyun qaçırmayacaqsınız. Sizlərdən hər kim bu əhdə vəfa etsə, onun savabını Allah verər. Kim də bu günahlardan birini edib, sonra dünyadaykən cəzalandırılsa, bu onun üçün kəffarə olar. Kim bu günahlardan birini etdikdən sonra da Allah onu gizlədərsə, onun işi Allaha qalar. İstəsə onu bağışlayar, istəsə onu cəzalandırar. Biz də buna beyət etdik. Əbu Səid Əl-Xudri radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Tezliklə elə qarışıqlıqlar baş verəcək ki, o zaman müsəlmanın ən xeyirli malı dininə görə fitnələrdən qaçaraq dağların başında və yağmur düşən vadilərdə otardığı qoyunları olacaqdır. Ayşə radiyallahu anhə nəql edir ki,
Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinə əmr etdiyi zaman onlara gücləri yetdiyi bir şeyi əmr edərdi. Onlar bəzən deyərdilər: "Ya Rasulallah, axı biz sənin kimi deyilik. Doğrusu Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır." O isə buna üzündə qəzəb əlaməti görününcəyə qədər hiddətlənər, sonra da deyərdi: "Şübhəsiz ki, içinizdə Allahdan ən çox qorxan və Allahı ən yaxşı tanıyan mənəm." Əbu Səid Əl-Xudri radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Cənnət əhli cənnətə, cəhənnəm əhli də cəhənnəmə daxil olduqdan sonra uca Allah buyuracaq: Qəlbində xardal dənəsi ağırlığında imanı olan hər kəsi cəhənnəmdən çıxarın." Beləcə onlar oradan qapqara qaralmış halda çıxarılıb, yağışdan əmələ gələn çaya və ya həyat çayına atılacaq və selin kənarında qalan toxumlar necə cücərirsə, onlar da eləcə cücərəcəklər. Məgər torpağın üstünə çıxan sapsarı əyilmiş cücərtiləri görmədinmi? Əbu Səid Əl-Xudri radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "Yuxuda olduğum zaman insanlar mənə göstərildi. Onların əyinlərində köynəklər var idi. Bu köynəklərin bəzisi sinəyə çatırdı, bəzisi isə bundan aşağı idi. Ömər ibn Xəttabı da mənə göstərdilər. Onun əynində ətəyi yerlə sürünən bir köynək var idi. Səhabələr bunu nəyə yozdun ya Rasulallah deyə soruşdular. Dinə yozdum dedi." İbn Ömər radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ənsardan olan qardaşına həddən ziyadə həyalı olmamağı nəsihət edən bir kişinin yanından keçərkən demişdir: "Onu burax, çünki həya imandandır." İbn Ömər radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "İnsanlar Allahdan başqa ibadətə haqqı olan məbudun olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin onun elçisi olduğuna şəhadət gətirməyincə, namaz qılıb zəkat verməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Əgər aşkarda bunu yerinə yetirsələr, İslam haqqı cinayətə görə veriləcək cəza istisna olmaqla, canlarını və mallarını məndən qorumuş olarlar. Onların gizli əməllərinin haqq hesabı isə Allaha aiddir." Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdular: "Hansı əməl ən yaxşı əməl sayılır?" Dedi: "Allaha və onun elçisinə iman gətirmək." Soruşdular: "Bəs sonra hansıdır?" Dedi: "Allah yolunda cihad eləmək." Yenə soruşdular: "Bəs sonra hansıdır?" Dedi: "Qəbul olunmuş həcc." Səd ibn Əbu Vaqqas radiyallahu anhu nəql edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəstə adama hədiyyə verərkən mən də onların yanında oturmuşdum. Peyğəmbər sallallahu aleyhi və səlləm onlardan ən çox xoşuma gələn bir adama heç nə vermədi. Dedim: "Ya Rasulallah, niyə filankəsi kənarda qoydun? Vallahi ki, mən onu mömin hesab edirəm." Peyğəmbər sallallahu aleyhi və səlləm "Bəlkə müsəlmandır" dedi. Mən biraz sustum. Nəhayət, onun haqqında bildiklərim mənə üstün gəldi və yenə sözümü təkrar edib, "Niyə filankəsi kənarda qoydun? Vallahi ki, mən onu mömin hesab edirəm" dedim. Peyğəmbər sallallahu aleyhi və səlləm "Bəlkə müsəlmandır" dedi. Mən bir müddət sustum. Amma onun haqqında bildiklərim yenə mənə üstün gəldi və bir daha sözümü təkrar etdim. Peyğəmbər sallallahu aleyhi və səlləm də dediyini təkrar söylədikdən sonra mənə buyurdu: "Ey Səd, bəzən bir adama Allah onu üzü qoyulu oda atmasın deyə hədiyyə verirəm. Halbuki başqasını ondan da çox istəyirəm." İbn Abbas radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Mənə cəhənnəm göstərildi. Baxdım ki, onun sakinlərinin əksəriyyəti nankor olan qadınlardır. Soruşdular: Allaha qarşı nankordurlarmı? Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: "Onlar ərlərinə qarşı nankordular. Yaxşılığı yerə vururlar.
Birisinə il boyu yaxşılıq edirsən, sonra da səndən xoşuna gəlməyən bir şey görəndə deyir ki, mən səndən heç vaxt xeyir görmədim. Əbu Zər radiyallahu anhu nəql edir ki, mən bir adama nalayiq söz deyib onu anasına görə utandırdım. Peyğəmbər sallallahu aleyhi və səlləm mənə buyurdu: Ey Əbu Zər, sən onu anasına görə utandırdın, həqiqətən də səndə cahiliyyət əxlaqı qalmışdır. Kölələriniz sizin qardaşlarınızdır. Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirsin, geyindiyindən ona da geyindirsin. Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin. Əbu Bəkrə radiyallahu anhu demişdir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. İki müsəlman qılınclarını çəkib üz-üzə gələrsə, öldürən də, öldürülən də cəhənnəmə girər. Dedim, ya Rasulallah, öldürən aydındır, bəs öldürülən niyə? Dedi, çünki o qardaşını öldürməyə həris idi. Abdullah ibn Məsud radiyallahu anhu nəql edir ki, iman gətirib imanlarına zülm qatmayanlar əmin amanlıqdadırlar. Əl-Ənam surəsi 82-ci ayəsi nazil olduqda, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri dedilər: Bizim hansı birimiz özünə zülm etməyib ki? Uca Allah da bu ayəni nazil etdi. Həqiqətən də Allaha şərik qoşmaq böyük zülmdür. Loğman surəsi 13-cü ayə. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Münafiqin əlaməti üçdür. Danışdığı zaman yalan danışar, vəd verdiyi zaman vədinə xilaf çıxar, ona əmanət verildiyi zaman xəyanət edər. Abdullah ibn Amr radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: 4 xislət var ki, bunlar kimdə olsa əsl münafiq sayılar və hər kimdə bunlardan biri olsa belə, onu tərk edincəyə qədər özündə münafiqlik xisləti qalmış sayılar. Ona əmanət verildiyi zaman xəyanət edər, danışdığı zaman yalan danışar, əhd bağladığı zaman əhdini pozar, mübahisə etdiyi zaman haqsızlıq edər. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Hər kəs Qədr gecəsində imanla mükafatını yalnız Allahdan umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Qüdrətli və böyük Allah onun yolunda cihada çıxan kimsənin mükafatını tez verər. Allah buyurar: Onu evindən çıxaran yalnız mənə olan imanı və elçilərimə olan inamıdır. Mən də onu nail olduğu savab və qənimətlə sağ-salamat yurduna qaytaracağam, ya da cənnətə daxil edəcəm. Hərgah ümmətimi əziyyətə salmış olmasaydım, döyüşə gedən dəstənin arxasında qalmazdım və Allah yolunda öldürülüb, sonra dirildilməyimi, sonra öldürülüb yenə dirildilməyimi, sonra mütləq yenə öldürülməyimi istərdim. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Kim Ramazan gecələrində imanla mükafatını yalnız Allahdan umaraq nafilə namazları qılsa, keçmiş günahları bağışlanar. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Kim Ramazan ayını imanla mükafatını yalnız Allahdan umaraq oruç tutarsa, keçmiş günahları bağışlanar. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Həqiqətən din asandır. Dini çətinləşdirən elə bir kimsə yoxdur ki, din onu üstələməsin. Elə isə doğru yol tutun. Ən kamil olan yerini yetirə bilməsəniz, heç olmasa ona yaxınlaşın. Qazandığınız savaba sevinin. Səhər, axşam və gecənin bir vaxtında Allahdan kömək diləyin.
Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə ilk əvvəl ənsardan olan babalarının və ya dayılarının yanında qaldı və 16 ya da 17 ay Beytülməqdisə doğru namaz qıldı. Halbuki qibləsinin Kəbəyə doğru olmasını arzu edirdi. Peyğəmbər sallallahu aleyhi və səlləmin Kəbəyə doğru qıldığı ilk namaz əsr namazı oldu. Bir cəmaat da onunla birlikdə namaz qıldı. Sonra onunla birlikdə namaz qılanların biri çıxıb getdi və məscidlərin birində rüküyə getmiş bir cəmaatın yanından keçərkən dedi: Allahı şahid gətirirəm ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmlə birgə Məkkəyə doğru namaz qıldım. Cəmaat bunu eşidən kimi olduğu vəziyyətdə Kəbəyə tərəf döndü. Yahudilər və xristianlar Peyğəmbər sallallahu aleyhi və səlləmin Beytülməqdisə tərəf namaz qılmağını bəyənirdilər. Elə ki, o üzünü Kəbəyə tərəf döndərdi, bu onların xoşuna gəlmədi. Əbu Səid Əl-Xudri radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Bir bəndə müsəlman olub İslamı gözəl yaşayarsa, Allah onun keçmişdə etdiyi hər bir günahını bağışlayar. Bundan sonra isə edəcək əməllərin əvəzini alar. Hər yaxşılığa onun 10 mislindən ta 700 qatınadək əvəz verilər. Hər pisliyə isə yalnız öz misli qədər cəza verilər. Yalnız Allahın bunu bağışlaması istisnadır. Ayşə radiyallahu anhə nəql edir ki, yanında bir qadın olarkən Peyğəmbər sallallahu aleyhi və səlləm içəri daxil olub, bu kimdir deyə soruşdu. Ayşə radiyallahu anhə filankəsdir deyib onun namaz qılmağından danışdı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Bəsdir, siz bacardığınızı yerinə yetirməlisiniz. Vallahi siz usanmadıqca Allah usanmaz. Ayşə radiyallahu anhə demişdir: Allah üçün ibadətlərin ən sevimlisi o əməldir ki, insan onu davamlı yerinə yetirir. Ənəs radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi: Qəlbində arpa dənəsi ağırlığında iman ola-ola, Allahdan başqa haqq məbud yoxdur deyən kəs cəhənnəmdən çıxacaqdır. Qəlbində buğda dənəsi ağırlığında iman ola-ola, Allahdan başqa haqq məbud yoxdur deyən kəs cəhənnəmdən çıxacaqdır. Qəlbində zərrə ağırlığında iman ola-ola, Allahdan başqa haqq məbud yoxdur deyən kəs cəhənnəmdən çıxacaqdır. Ömər ibn Xəttab radiyallahu anhu nəql edir ki, bir yəhudi ona belə dedi: Ey möminlərin əmiri, sizin kitabınızda oxuduğunuz elə bir ayə var ki, o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram edərdik. Ömər radiyallahu anhu hansı ayədir o deyə soruşdu. Yəhudi: Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan neymətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim. Əl-Maidə surəsi 3-cü ayəsidir deyə cavab verdi. Ömər radiyallahu anhu dedi: Biz bu ayənin nazil olduğu günü də yeri də bilirik. Bu ayə Peyğəmbər sallallahu aleyhi və səlləmə cümə günü Ərafatda nazil olmuşdur. Təlhə ibn Ubeydullah radiyallahu anhu nəql edir ki, Nəcd əhlindən olan saçları dağınıq bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi. Biz uzaqdan onun gürültülü səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Bir gün və bir gecə ərzində 5 vaxt namaz qılmalısan. Kişi soruşdu: Mənə bundan başqası vacib buyurulubmu? Peyğəmbər sallallahu aleyhi və səlləm xeyr, yalnız könüllü olaraq qıldığından başqa deyə cavab verdi. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Ramazan orucunu da tutmalısan. Kişi soruşdu: Mənə bundan başqası vacib buyurulubmu? Peyğəmbər sallallahu aleyhi və səlləm xeyr, yalnız könüllü olaraq tutduğundan başqa deyə cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona zəkatın vacibliyini də bildirdi. Kişi soruşdu: Mənə bundan başqası vacib buyurulubmu? Peyğəmbər sallallahu aleyhi və səlləm xeyr,
yalnız könüllü olarak verdiğinden başka diye cevap verdi. Kişi, vallahi ki mən buna heç nə artırmayacağam və heç nə əskiltməyəcəyəm dedi və dönüb getdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Əgər doğru deyirsə nicat tapacaqdır. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Kim imanla mükafatını yalnız Allahdan umaraq cənazənin ardınca getsə, namazını qılıb dəfn edilənədək yanında qalsa, 2 qiraat savabla geri qayıdar ki, qiraatların hər biri Uhud dağı boyda olar. Kim cənazə namazı qılıb dəfn edilməmişdən əvvəl geri qayıtsa, 1 qiraatla geri qayıtmış olar. Abdullah ibn Məsud radiyallahu anhdan nəql edilmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfürdür. Ubadə ibn Samit radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Qədr gecəsini xəbər vermək üçün evindən çıxdı. Bu vaxt müsəlmanlardan 2 nəfər çənəboğaz edirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: Mən sizə Qədr gecəsini xəbər vermək üçün çıxdım. Filankəslə filankəs mübahisə etdiklərinə görə bu bilgi qeyb oldu. Bəlkə də bu sizin xeyrinizədir. Elə isə onu 27-ci, 29-cu və 25-ci günlərdə axtarın. Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatın arasında oturmuşdu. Bir nəfər onun yanına gəlib, iman nədir deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, İman odur ki, Allaha, onun mələklərinə, onunla qarşılaşacağına və onun elçilərinə iman gətirəsən, habelə öldükdən sonra diriləcəyinə inanasan. O, İslam nədir deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: İslam odur ki, Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmayasan, vaxtlı-vaxtında lazımınca namaz qılasan, vacib buyurulmuş zəkatı verəsən və Ramazan ayını oruç tutasan. O, ehsan nədir deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Ehsan odur ki, Allaha sanki onu görürmüşsən kimi ibadət edəsən. Sən onu görməsən də bil ki, o səni görür. O, qiyamət nə zaman qopacaq deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, bu haqda soruşulan soruşandan çox bilmir. Lakin sənə qiyamətin əlamətlərini deyəcəm. Kəniz öz ağasını doğacağı və kimliyi bəlli olmayan, dəvə utaran çobanlar hündür binalar tikməkdə bir-biri ilə yarışacaqları zaman qiyamət qopacaqdır. Bu da yalnız Allahın bildiyi 5 şeydən biridir. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm həqiqətən saatı, qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən o yağdırır. Bətinlərdə olanı o bilir. Heç kəs səhər nə qazanacağını bilməz, heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, hər şeyi biləndir. Hər şeydən xəbərdardır. Loğman surəsi 34-cü ayəsini oxudu. Sonra o adam dönüb getdi. Peyğəmbər sallallahu aleyhi və səlləm onu geri qaytarın deyə buyurdu. Lakin səhabələr ondan bir əsər əlamət görmədilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Bu Cəbrail idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi. Numan ibn Bəşir radiyallahu anhu nəql edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Halal da bəllidir, haram da. Bunların arasında halal yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər var ki, çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim şübhəli şeylərə dalsa, mal qarasını qoruğun kənarında oturan çoban kimi çox keçməz qoruğa düşər. Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu haram buyurduğu şeylərdir. Diqqət edin, bədəndə bir ət parçası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar. Yox əgər korlanarsa, bütün bədən korlanar.
Bilin ki, o ət parçası qəlbdir. İbn Abbas radiyallahu anhu nəql edir ki, Abdülqeys qəbiləsinin nümayəndələri Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldikdə o, siz kimlərdənsiniz deyə soruşdu. Onlar Rabiya qəbiləsindənik deyə cavab verdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, xoş gəlmişsiniz. Allah sizi utandırmasın, peşman eləməsin. Onlar dedilər, ya Rasulallah, biz sənin yanına yalnız haram ayda gələ bilirik. Səninlə bizim aramızda Mudar qəbiləsinin kafirləri vardır. Odur ki, bizə haqqı batildən ayırt edən bəlli bir şey əmr et ki, onu geridə qalanlarımıza xəbər verək. Onun sayəsində cənnətə girək. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləmdən içkilər barədə də soruşdular. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara 4 şeyi əmr etdi, 4 şeyi qadağan etdi. Onlara tək Allaha iman gətirməyi əmr etdikdən sonra soruşdu. Bilirsinizmi, tək Allaha iman gətirmək nə deməkdir? Onlar, Allah və onun Rəsulu daha yaxşı bilir dedilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Bu, şəriki olmayan, tək Allahdan başqa ibadətə haqqı olan, heç bir məbudun olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin onun elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və qənimətlərdən 5də birisini xüms verməyinizdir. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara 4 şeyi, həntəmi, dubbanı, nəqiri və müzəffəti yaxud müqəyyəri qadağan etdi. Sonra dedi, buyurduqlarımı yadda saxlayın və bunları özünüzdən sonra gələnlərə xəbər verin. Həntəm tərkibində yun və qan qatılmış cildən düzəldilmiş yaşıl rəngli cürdək. Əvvəllər bu cür qablar da şərab saxlayardılar. Dubba şərab saxlamaq üçün qurudulmuş, boranıdan düzəldilmiş qab deməkdir. Nəqir şərab saxlamaq üçün içi oyulmuş xurma kötüyündən düzəldilmiş qabdır. Müzəffət ya da müqəyyər şərab saxlamaq üçün yanları qatranla malalanmış qabdır. Ömər ibn Xəttab radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, əməllər ancaq niyyətlərə görədir, hər kəsə də yalnız niyyət etdiyi şeyi qalacaqdır. Kimin hicrəti Allah və onun elçisi üçündürsə, onun hicrəti Allah və onun elçisi üçündür. Kimin də hicrəti əldə edəcəyi dünya malından və ya evlənəcəyi qadından ötürüdürsə, onun hicrəti hicrət etdiyi şeyə aiddir. Əbu Məsud radiyallahu anhu nəql edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, bir adam savabını yalnız Allahdan umaraq varından ailəsinə xərcləsə, bu onun üçün sədəqə olar. Cərir ibn Abdullah Əl-Bəcəli radiyallahu anhu nəql edir ki, mən namaz qılacağıma, zəkat verəcəyimə və hər bir müsəlmana nəsihət edəcəyimə dair Peyğəmbər sallallahu aleyhi və səlləmə beyət etdim. Cərir ibn Abdullah Əl-Bəcəli radiyallahu anhu nəql edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib dedim, İslamda sabit qalacağıma dair sənə beyət edirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, hər bir müsəlmana nəsihət etməlisən. Mən buna da beyət etdim. İkinci hissənin sonu.